Bakıda hər şeyin maya qiymətinə verildiyi o restoranda 5 nəfər yaxşıca yeyib içsə nə qədər hesab gələr? Axıra qədər baxın. Məlumatı olmayanlar üçün deyim ki, bu məkanda zalda oturarkən adam başı 5 manat, sonra isə hər saat üçün 1 manat əlavə olunur. Kabinetdə isə bu qiymət adam başı 6 manat və hər saat üçün 2 manatdan hesablanır. Sifariş etdiyim məhsullar isə maya dəyərinə verilir. Deməli biz nə dedik? 2 pors çoban salatı, qarışıq turşu, zoğal souslu pomidor salatı, meyvə şirəsi, düşes, yeməklərdən isə 2 pors qaymaqlı can əti, 2 pors şirəli dana, 2 pors tuşonka və 3 pors yarpaq dolması. Yeməklərin keyfiyyəti mükəmməldir. Amma ağız dadına görə məsələn mən şirəli dananı çox da bəyənmədim. Şirəsi yaxşı, amma əti sərt idi. Tuşonkaları sənət əsəridir. 1 porsu 5 manat 97 qəpiyədir. Qaymaqlı can ətini də hamı ləzzətli şəkildə mədəsinə göndərdi. Dadı çox əla idi. Haqqını vermək lazım. Hamının ən çox bəyəndiyi məhz yarpaq dolması oldu. Sizə deyim, hər restoranda bunu belə qəşəng ev sayağı hazırlamırlar. 1 porsu 2 manat 97 qəpiyədir. Yoxdur da belə qiymət. Kabinetdə dostlarla gözəl vaxt keçirdik. Karaoke keyfi məclisimizə rəng qatdı. İndi isə gələk hesaba. Vaxt hesabımız 50 manat elədi. Yemək hesabımızsa cəmi 66 manat tutdu. Bu da ümumi hesabımız. 116 manat 33 qəpik. 5 nəfərə 116 manat hesab məncə ilin günün bu vaxtında möhtəşəmdir. Adama 23 manat pul düşür. Burada üzü axşama doğru salonda bir dənə boş masa tapılmır. Məndən demək dost çevrəsi ilə gediləsi yerdir. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.